Mən sizin dediyinizlə razılaşmıram. Niyə razılaşmıram? Mən kənd təsərrüfatı yanında İctimai Şuranın sədri olaraq özəlliklə bu sahələrlə çox maraqlanıram. Bu gün üçün İctimai Şuranın sədrinin vəzifəsi ictimai iştirakçılığı təmin etmək, fermerlə rəhbərlik arasında daimilərdək aqrar sektorda çalışan insanların, idarə rəislərinin görüşünü təşkil etməkdir. Ancaq bizdə mən o problemi görmürəm. Ona görə ki, istənilən fermer bu gün üçün Kənd Təsərrüfatı Nazirliyinə müavinlər səviyyəsində, nazir səviyyəsində qəbul olunur və problemlərinin həll olunmasını biz orada görürük. 2020-ci ildən, 2018-ci ildən bu günə kimi biz baxanda artıq bu subsidiyaların verilməsi, agrolizing xətti ilə verilən şeylərin hamısı liberallaşıb. Çox rahat şəkildə. 2020-ci ildə biz gedib bir traktor alacaqsa, dəyərindən 2 dəfə artıq ancaq agrolizingdən götürməli idiksə də, artıq 2020-ci ildən sonra biz traktoru alandan sonra gedib oradan, misal üçün çəkirəm ki, subsidiyamızı alırıq. O cümlədən digər avadanlıqlar. Yəni, bu rayon daimlərində mütəmadi olaraq görüşlər keçirilir. Nazir səviyyəsində, müavinləri səviyyəsində və digər aparat rəhbəri səviyyəsində və digər idarələrlə bağlı. Yəni, mən bu sahədə ən çox aqrar sektordakı o problemləri açığı bir İctimai Şura sədri kimi, assosiasiya sədri kimi, bir fermer kimi mən bunları rahat görmürəm. Bir dəqiqə, bax, mən də bütün bu məlumatı sosial media üzərində yazan fermerlərin bir səsi kimi səsləndirirəm. Hər şey siz dediyiniz kimi rəvan deyil. Verilən subsidiyanın məbləği və yaxud da məhz gedib bir yerdən alınmalıdır gübrə və o da bazar qiymətindən bir neçə dəfə bahadır. Bu söhbətlər belə sosial yoxdur. Müəllim, bu söhbətlər 2018-ci ildən önə qala bilər. Ondan sonra heç zaman bu şey 2026-cı ildə də var. 2026-cı ildə də bu yoxdur. Ona görə ki, həmin fermer istənilən ölkəyə gübrə gətirən yüzlərlə şirkətdən özü müraciət edib, öz gübrəsini alıb və subsidiyası ilə bağlı müraciət edə bilər. O kartlarına onların köçür. Mümkün deyil. İndi yəqin ki, onunla bağlı Səadət xanım da çıxış eləyəcək. Bu mümkün hal deyil ki, mən yeganə bu gün üçün 2026-cı ildə demirəm, 2020-ci ildən sonra Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyində özəlliklə nə 1 manat rüşvətin, tam alın açıqlığı ilə deyirəm, nə 1 manat korrupsiyanın olduğuna tam garantiya verirəm bu sözümə. Yəni, mümkün olan şey deyil. Burada tam liberallaşıb, həm də açıqdır. Bəs onda elədirsə, niyə Kənd Təsərrüfatı Nazirliyi, yəni Kənd Təsərrüfatının inkişafın tempi aşağı düşüb? Yox, temp burada aşağı düşüb, bu tamamilə başqa məsələdir. Bununla bağlı... İdarəçilikdə suallar var. Xeyr, ölkə başçısının kənd təsərrüfatı ilə bağlı keçirdiyi müşavirədə və qəbul etdiyi dövlət proqramlarında mən şəxsən öz fikrimdə deyim ki, bir böyük inqilabi dəyişikliklər istəyir. Yəni, bu sahənin daha da çox inkişaf etməyini istəyir. Siz orada fikir verdinizmi? Kənd təsərrüfatı ilə bağlı müşavirədə Cənab Prezident ərzaq təhlükəsizliyinin gücləndirilməsini qoydu hər kəsin qarşısında. Gücləndirmədə daxili istehsalın artırılmasını nəzərdə tuturdu. Məhsuldarlığın artırılmasını nəzərdə tuturdu. Məhsuldarlığın artırılması üçün təbiidir, elmi işlər görülməlidir, müəyyən kadr problemlərimiz varımızdır. Hal-hazırda kadr problemi ilə bağlı Aqrar Universitetdə böyük layihələr həyata keçirilir. Aqrar Universitetdə yeni kollec yaradılıb. Kollecin keçən ilki qəbulu 270 idisə də, bir il artıq 400 neçə nəfərə qədər müraciət var. Mən o kolleci gəzmişəm, baxmışam, uşaqların, tələbələrlə söhbət eləmişik və gələcək nəticələri artıq mən görürəm ki, bu aqrar sektorun kadr problemlərini həll edəcək. Üçüncü Cənab Prezidentin orada qaldırdığı ən böyük məsələlərdən biri də həm çıxışında, həm Cənab Nazir də öz çıxışında onu qeyd etdi. Fermerlərin maliyyə resurslarına çıxışları idi. Maliyyə resursları nəzərdə tutanda biz də İqtisadiyyat Nazirliyi yanında sahibkarlığın kömək fondu tərəfindən, zəmanət fondu tərəfindən verilən maliyyə resurslarını nəzərdə, tək onları nəzərdə tutmuruq. Burada ölkə başçısının bizə məhz kənd təsərrüfatına, aqrar sektora ayırdığı müxtəlif cür subsidiyaları nəzərdə tuturuq. O subsidiyaları ki,
Soyadan əlavə dəyər vergisinin götürülməsi, dünyada soyanın qiyməti qalxandan sonra əlavə dəyər vergisinin götürülməsi, gömrük rüsumunun qaldırılması, dərman preparatlarından gömrük rüsumlarının qaldırılması, digər avadanlıqlara 40% subsidiyaların verilməsi, innovativ, yeni gələn avadanlıqlara, gəlişmələrə daha çox o sahəyə subsidiyaların verilməsi bu sahəni nəzərdə tuturdu qaldırmağa. Bir də cənab prezident suvarma və meliorasiyanın yenidən qurulmasını, yenidən təşkilini nəzərdə tuturdu ki, ölkədə həm əkin sahəsində, həm yetişdirilən sahələrə suyun vaxtında çatdırılmasını nəzərdə tuturdu. Son deyə bilərəm ki, ölkə başçısı orada toxunduğu əsas məsələlərdən də biri rəqəmsal və süni intellektin tətbiqi idi. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında özəl xüsusi şöbə yaradıb, onunla bağlı bir neçə layihələr artıq tətbiq olunub, mobil tətbiqlər yaradılıb, bu sahənin rəhbəri Surxay müəllimdir. Mən də o sahədə bir-iki dəfə toplantılarda iştirak eləmişəm. Vallahi mən həqiqətən də qürur duyuram ki, biz bu gün üçün mobil tətbiq sahəsi üzrü sayılır. Amma rəqəmlər başqa şey deyil. Mən deyəcəm. Heyvandarlıq niyə aşağı düşür? Deyəcəm. Burada həmin oradakı mobil tətbiqdə həmin sahəyə, həmin əkin sahəsinə xəstəliklərin qonşu ərazilərdə nə zaman gəlib çatmasına kimi xəbərdarlıqlar gəlir. Və bundan sonra da o sahə hələ inkişaf eləyə gedir. Götürək, cənab prezidentin toxunduğu sahələrdən biri logistika mərkəzləri və bazarların yenidən qurulması idi. Artıq aqroparklarda logistika mərkəzləri var, topdan satış bazarları qurulub. Hətta qida təhlükəsizliyi. Amma soyuducu sayı azdır. Soyuducular 400 min tona yaxın soyuducumuz var, 100 min ton çatışmamazlığımız var, dəqiq 20% kimi. Bundan əlavə Qida Təhlükəsizliyi Agentliyindən kəsim məntəqələrinin ayrılması, yeni bazarların tikilməsi, yüksək səviyyədə Azərbaycan qidasına inamın olması bizim ixrac potensialımızı artırır. İxrac potensialımızda da rəqabətə davamlığı məhz yenə də bayaq dediyim kimi Qida Təhlükəsizliyi Agentliyinin yaratdığı o laboratoriyaların və qidanın əkindən və yaxud yetişdirmədən tam istehlaka qədər xüsusi nəzarəti, Azərbaycan qidasına olan inamını artırır. İxrac potensialında bizdə problem nədədir? Bizdə maya dəyəri deyək ki, digər ölkələrə nisbətən toyuq ətində, mal ətində və digərlərində bir bahaçılıq var. Niyə? Onun səbəblərini xırdalayacağım. Həmin bu səbəb bahaçılığı götürmək üçün cənab prezidentin dövlət proqramında qəbul etdiyi proqramlardan da biri odur ki, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi önəmli olmalıdır. İnanın ki, kənd təsərrüfatı təyinatlı torpağın dəyişdirilməsi, sənaye nəqliyyata, yəni tikintiyə icazə verilməsi ölkədə quş ətinin 1 kilosunun 47 qəpik ucuzlaşmasına gətirir. Bugün üçün bir quş ətinin quşu xəstəlikdən qorunmaq üçün çəkilən dərman xərcləri, quş ölümlərinin azalması məhz ona gətirib çıxardır ki, artıq Sovetdən qalma fermaların yenilənməsi çox vacib şərtlərdədir. Sovetdən qalma fermaları yeniləmək istəyirsən, artıq şəhər salmadan icazə almalısan, əmlak komitəsindən icazə almalısan, digər layihə almalısan. Bu həm uzun müddət çəkir, bir problemlərdən keçmək üçün alınmır. Bunun üçün də həm o məhsulların istehsalı üçün çox vacibi budur. Maliyyənin biz hesabladıq, bununla bağlı biz Kənd Təsərrüfatı yanında Məşvərət Şurasında da biz çıxışımızda da qeyd etdik ki, xüsusilə quş ətinin maya dəyərinin aşağı salınması bizə ixrac potensialını artırır. Biz 6 ay müddətində ixracımıza başlaya bilərik. Nəinki o 82%, 100% təminatdan sonra ixracımıza başlaya bilərik. Yetər ki, bizim əlimizdəki fermaların yenilənməsinə və kənd təsərrüfatı özümüzə məxsus, fabrika məxsus kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi, yenilənsin.